Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, mən Vüsal Kəlbəzər bu günlərim yenə də bizim ən ucqar rayonlardan biri olan Cəlilabad rayonunun ən ucqar kəndindəyik və bu ucqar kənd Bayxanlı kəndidir. Hər zaman qonaqpərvərliyi, igidləri ilə, gözəl şəxsiyyətlərlə ölkədə sevilir və seçilibdir. Bu günlərim çoxlu sayda bir şagirdlərdən, tələbələrdən, müəllimlərdən sorğular apardıq. Hər kəs bizə bir gözəl insana, təqaüddə olan müəllimi, həyatının 40 ildən çoxunu təhsilə fəda verilmiş müəllimi, həm də gözəl ata və gözəl babanı sizlərə təqdim eləmək istəyirik. Müəllim, buyurun, adınız, soyadınız? Şəmiyev Həbib Bəhmənoğlu. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmışsınız müəllim? 30 il təhsil sahəsində çalışmışam, 15 il təsərrüfatda işləmişəm. Çox gözəl. Hansı fənn tədris eləmisiniz? Riyaziyyat, fizika, informatika. Allah sizə ömür versin. Riyaziyyat fənni demək bütün elmlərin sirridir. Və bax bu qədər ixtisasların isə nəyə görə riyaziyyat fənnini seçmisiniz müəllim? Riyaziyyat fənni mənim elə düzdür, bütün fənlərin yeri ayrıdır, amma riyaziyyat fənni elmlərin şahıdır. Hər şeyin açarı riyaziyyatdadır. Bugün 2026-cı il 7 yanvar tarixidir. Keçmiş bayramlarınız mübarək olsun. Çox sağ olun, Allah və sizə gözəl günlər arzuluyoruz. Sağ olun, Allah razı olsun. Gələcək nəvə nəticələrinizə buradan gözəl ürək sözlər nə deyə bilərsiniz? Gələcək nəvə nəticələrimə onu deyə bilərəm ki, onlar da mənim kimi, necə deyirlər, elmli, təhsilli olsunlar. Dövlətimizə, xalqımıza xeyir versinlər. Sənətin yaxşısı pisi yoxdur. Olmaz. Ən azından Olmaz. təhsilli olsunlar. Çox gözəl. Biz də sizi kimi müəllimlərlə fəxr edirik. Allah təala sizə uzun ömür versin, can sağlığı versin. Çağdaş təhsil komandası olar. Mən Vüsal Kəlbəzəri sizə uzun ömür, can sağlığı arz edirik. Və həyat yoldaşınızın adı nədir? Şəmiyeva Həqiqət Bəhlul. Həqiqət xanım da sizlə fəxr elədiyini bildirdi. Bildirdi ki, gözəl həyat yoldaşısınız, gözəl atasınız, gözəl babasınız. Hətta övladlarınız da sizin haqqında qürur duydular. Sizin haqqında gözəl sözlər bildirdilər. Biz də arzumuz odur ki, inşallah sizin 70, 80, 90, 100 yaşınıza gələk gözəl çəkiliş eləyək. Çağdaş təhsil komandası olaraq siz kimi müəllimlərlə biz fəxr edirik. Sağ olun.